İndi sizə ot kimi söhbətlər eləyəcəm. Oddan tullandınız, indi sizə ot kimi söhbətlər eləyəcəm. Birincisi salam. Yaxşı, əleykum salam. Deməli, Nərimanovda zibil qablarının qarşısında avtomobil saxladığına görə sakinlər zibili maşının üstünə atıblar. Ay sakinlər, siz nə qədər key, nə qədər tupoy olasınız ki, zibil qabları dura-dura zibilləri maşının üstünə atasınız. Şəxsən mənim maşınım olsaydı, o zibili atan adamı tapıb, o zibili onun başından aşağı tökərdim. Yəni, belə bir şeyi eləyənə qandırmaq lazımdır ki, belə şey eləmək olmaz. Belə özünüzü qəhrəman bilirsiniz, güclü bilirsiniz. Kiməsə kasıb birinə yardım eləyin, deyim hə. Elə söhbət güclülükdən, qəhrəmanlıqdan getmişkən də, Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunda qızıl medal qazanan Aysun Məmmədovanı göstərim. Həqiqətən çox fəxr olması qürur verici hadisədir. Ölkəmizdə belə gənclərin olması əlbəttə ki, bizə də xeyirdir. Nəinki belə yolda avtoşluq edən gənclərin olması. Bu insanlara nə qədər yol polisi tərəfindən xəbərdarlıq olunsa da, cərimə yazılsa da, yenə də təsir eləmir. Yenə öz bildiklərini eləyirlər. Qoy eləsinlər. Onsuz ki, onlara pul gəlməyəcək ki, biraz da pul çıxacaq. Pul demişkən də, Bakıda pul daşıyan inkasator, kartof daşıyan yerdə kameralara yaxalanıb. İnkasator maşınına var. Görüb pul yoxdur, kartof daşıyır uje. Hələ üstəlik alt da qoyublar ki, onun da pul daşıdığı vaxtlar olur. Pul da qazananda gərək kişi kimi qazanasan. Ona buna narkotik satmaqla, cəmadın balasını bədbəxt günə qoymaqla deyil. İndi biləsiniz kimlə danışıram. Qaradağ rayonunda 3 kiloqrama yaxın narkotik vasitə satan şəxslər məsuliyyətə cəlb olunub. Hər dəfə eyni şey. Qardaş, nə satmayın, nə də ki, yetişdirməyin də bu zibili. Axır əvvəl bilirsiniz ki, tutulacaqsınız. Yox, əgər kimsə deyir ki, mən elə asan tutulmaram, inanın ki, o da 3 ay, 5 ay gec tutulacaq. Nəysə, çox danışmayım, onsuz da danışdıqca danışasın. Son görüntü də göstərim, gedirəm. Targovdan pozitiv görüntülər paylaşıblar. Tək ki, xalqımız həmişə belə sevinsin, oynasın, gülsün. Elimizdən, obamızdan toylar, şadlıqlar əksik olmasın.